Masallı rayon icra hakimiyyətinin qarşısındakı meydanda xalqımızın qədim və zəngin milli mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirilib. Bayram şənliyi rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqqalları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin könüllülərinin iştirakı ilə yüksək əhval-ruhiyyədə baş tutub. Əvvəlcə tədbir iştirakçıları Novruz atributları, xalq sənətkarlığı nümunələri, milli mətbəx təamları və müxtəlif sərgilərlə tanış olublar. Şənlik Lənkəran Dövlət Dram Teatrının aktyor heyətinin və Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin konsert proqramı ilə davam edib. Novruz simvolları olan Bahar qızı, Kosa və Keçəl obrazlarının iştirakı ilə maraqlı səhnəciklər təqdim olunub. Sonda el ağsaqqallı Dədə Qorqud xeyir-dua verib, rayon rəhbəri ilə birgə bayram tonqalını alovlandırıb. Ümumrayon Novruz tədbiri sakinlərə xoş bayram ovqatı bəxş edib və qədim ənənələrimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyıb. Ne güzeldir babam eğim, baldan şirin, ana dilim, var kalbimde bir dileğim, yaşa var ol Azerbaycan.